Salam, hər vaxtınız xeyir əziz və dəyərli tamaşaçılar. Günəşli bir yaz səhərindən hər birinizi sağlam səhət verişində yenidən xoş gördük. Bugün biz uşaqlarda ən sıx rast gəlinən nevroloji problemlər haqqında söhbət aparacağıq və suallarımızı uşaq nevroloqu Elşən Qarayev cavablandıracaq. Sağlam səhətə baxırsınız və qonağımız uşaq nevroloqu Elşən Qarayevdir. Xoş gəlibsiniz, doktor. Salam. Doktor, mən bugün istəyərdim sizinlə biz epilepsiya haqqında söhbət aparaq. Ümumiyyətlə, ailəsində epilepsiya xəstəsi olmayan valideynlər üçün bəlkə də bu uzaq mövzudur. Amma ailəsində, övladında, yaxud bir yaxında epilepsiya xəstəliyi varsa, o ailə üçün bu xəstəliyin nə qədər kabus olduğunu çox yaxşı bilirəm. Nə qədər çətin bir haldır, xüsusən də övladın o, belə deyək də, qıc olma saniyələri də deyə bilərəm, bəzən 1 dəqiqə, 2 dəqiqə də çəkir. Onlarda o ailə üçün nə qədər ağır bir durum olduğunu təsəvvür etmək elə də çətin deyil. Ona görə istərdim ki, bu haqda sizinlə təkrar biz söhbət edək. Ümumiyyətlə, çox maraqlıdır. Biz hər şeyə el arasında buna sudurqa deyirik. Adını deyirəm ki, insanlar üçün də daha aydın olsun. Bəli, doktor, nə qıc olmadır? Ümumiyyətlə, qıc olmanın bir özəlliyi varmı? Bəzən deyirlər ki, uşağın ürəyi gedir, ona da qıc olma deyirlər. Əslində heç o qıc olma deyilmiş. Hansı halda baş verən, belə deyək də, o qıc olma epilepsiya sayılır? Ümumiyyətlə, bütün epilepsiyalarda qıc olma olmur. Qıc olma onlardan, belə deyək, bir növüdür. Epilepsiyanın bir növüdür. Deməli, bütün epilepsiyalarda qıc olma baş vermir. Xeyr. Bəli. Hətta bütün epilepsiyalarda huş itmir. Yəni, bəzi növləri var ki, bu zaman huş itə bilir, bəzi epilepsiyalarda huş aydın olur, bəzi epilepsiyalarda uşaq qıc olma keçirə bilir, bəzi epilepsiyaları ayaq üstə keçirir, sadə donmalarla, ağız marçıldatma ilə və yaxud deyək ki, üz əzəllərində müəyyən dartılmalarla keçirə bilir. Yəni, insanların sadəcə bildiyi epilepsiya növü, o klassik bir epilepsiya səhnəsi ki, biz ona böyük tutma deyirik, generalizə olunmuş tutma ki, yıxılır yerə, qolu, qıçı eyni anda yığılmalar, sıxılmalar olur əzəllərdə, qeyri-iradi. Dişlərində bir kilitlənmə olur, ağızdan köpük gəlmə olur, gözü yuxarı dirənmiş olur. Bu, ən çox bilinən növdür. Amma söylədiyim kimi, özündən getmə olmayan, huşu özündə olan vəziyyətlərdə olan epilepsiyalar var və yaxud ayaq üstə donmalar şəklində, deyək ki, uşaq, məktəb yaşlı bir uşaq, hansısa bir dərs oxuduğu yerdə və yaxud oynadığı yerdə anidən 5-10 saniyə müddətində sanki donur, bütün fəaliyyətini buraxır və 5-10 saniyə sonra yenidən özünə qayıdır. Bu hadisə gün ərzində bir neçə dəfə təkrar oluna bilir. Valideyn bunu fərq etməyə bilərmi, doktor? Çünki qeyd etdiyiniz kimi bizim toplumda qıc olmanın əsas əlaməti var. Epilepsiyanın əsas əlaməti qıc olmadır. Əgər qıc olmasız bir epilepsiya növündən uşaq əziyyət çəkirsə, valideyn bunu gözündən qaçıra bilərmi? Gözündən qaçıra bilər. Ona görə bu hərəkətlər, deyək ki, mütəmadi təkrarlanırsa, əlbəttə diqqətli valideyn onu müşahidə edəcəkdir və yaxud tək valideyn yox, bağçaya gedirsə, bağça tərbiyəçisi, məktəbdə, məktəb müəllimi bunu fərq edib həkimə müraciət edəcəkdir. Deyək ki, əlindən bir əşyaların tez-tez düşməsi, görürsən ki, uşaq əlindən stəkanı və yaxud hansısa bir əşyanı əlindən mütəmadi salır, səbəbsiz və yaxud səbəbsiz dediyim kimi donmalar, səbəbsiz əzələ yığılmaları və yaxud bəzi hissiyyat pozuntusu ola bilir, bəzi səbəbsiz psixoloji problemlər görsənə bilir uşaqda. Amma onun altında əksər halda görsən bir epilepsiya şikayəti yatmış ola bilir. Doktor, bəs yeni doğulan körpələrdə də ola bilərmi epilepsiya? Epilepsiya ümumiyyətlə hər yaşda rastlana bilir, hər yaşda. Yəni, doğulan günündən tutmuş 1 yaşında uşaqda da, 6 aylıq uşaqda da, 5 yaşında da, 10 yaşında, hər yaşda rast gəlinə bilir. Amma körpə yaşlarda olan epilepsiya şikayətləri bir qədər fərqlidir və onları əksər halda ayırt etmək də çətindir. Bəzən o diksinmələri, atılmaları, əlləri sirkələnir uşaqların. Köplə bağlaya bilirlər, bəzən uşaq söyləyirlər, diş çıxarır, ona görə belə bir hallar olur. Yəni, qarışdıra bilirlər. Ona görə biz valideynlərə həmişə deyirik ki, uşağınızda müşahidə elədiniz, qeyri-iradi hərəkətlərin hamısını bir videosunu çəkin. Həkim ona baxarkən onda bir şübhə yarana bilər ki, bu epilepsiyadır yoxsa yox və onun üzərindən
lazım olan müdaxilələr gərəkərsə eləyər diaqnozu dəqiqləşdirmək üçün. Körpə yaşlarında epilepsiya diaqnozu qoymaq çox vacibdir. Yəni vaxtında müdaxilə eləmək. Çünki gecikmiş halda təkcə problem epilepsiya ilə bitmir burada. Gecikmiş halda uşaqda ciddi koqnitiv problemlər yarana bilər. Bu uşaqların deyək ki, qavramasında, danışmasında, müxtəlif beyin funksiyalarında bir ləngimələr ola bilir. Ona görə bir uşaqda deyək ki, qeyri-iradi istənilən bir hərəkət görürsə valideyn, onun mütləq bir həkim tərəfindən müayinəsi lazımdır. İlkin olaraq videosunun görülməsi və sonra digər lazım olan təhlillərdən keçirilməsi lazımdır. Və hətta körpə uşaqlarda bu iş o qədər daha ciddi alırıq ki, biz 1 yaşından aşağı bir uşaqda qız olma şikayəti görsənsə, onun mütləq xəstəxana şəraitində yatırılması tövsiyə olunur ilkin vaxtlarda. Çünki bunlar bəzən beynin müxtəlif iltihabı problemlərinin nəticəsi kimi də görsənə bilər. Ensefalit, meningit probleminin nəticəsi kimi də görsənə bilər. Və yaxud hansısa metabolik problemlərin nəticəsi kimi görsənə bilər. Və yaxud beynin oksigensiz qalmasına bağlı olan problemlərin nəticəsi kimi görsənə bilər. Ona görə bunları vaxtında aşkarlamaq lazımdır. Doktor, deyək ki, uşaqda qıcılma baş verir, uşaq ayılır. Belə vizual olaraq biz heç bir fərqi görmürük. Uşaq yenə oynayır, qaçır, məktəbə gedir, gəlir. Beyində hansı fəsadları yaranır bizim görmədiyimiz? Əlbəttə, hər qıcılma beyinə müəyyən bir zədələr yetirmiş olur. Bəzi epilepsiya növləri var ki... Bunlar bərpa olunmaz zədələrdir, doktor? Bunlar qıcılmadan epilepsiya növlərinə asılı olaraq dəyişir. Elə epilepsiya növləri var ki, o tutmalar zamanı beyin çox ciddi zədələr ala bilir. Amma elə xoş xassəli epilepsiya növləri var ki, onlar beyinə hər hansı bir zədə yetirmir. Deyək ki, uşaqlarda çox rast gəlinən sadə febril qıcılmalar və yaxud... Temperatura bağlı. Bəli, temperatura bağlı qıcılmalar çox qısa çəkirlər. Müddəti uzanarsa və yaxud yanaşı başqa nevroloji şikayətlər varsa ciddiyə alırıq. Qısa bir tutmalar əksər halda defitsitsiz ötüşür. Beyinə bir zədə yetirmir. Qısa dediyiniz təxminən nə qədər davam edən qıcılmalar, doktor? Belə deyək ki, 5 dəqiqədən az davam edən qıcılmaları qısa hesab edirik və bunlar əksər halda beyinə bir zədə yetirmir, problem yaratmır. Amma təkrar olan qıcılmalar və müddəti uzun olan qıcılmalar və bəzən dərmana rezistent tutmalar var ki, dərmanla da bəzən toparlana bilmirlər, çox nadir halda. Onlar beyinə zədələyici təsir göstərir, beyində müxtəlif qalıcı şikayətlər ola bilər. Ümumiyyətlə, epilepsiya şikayəti vaxtında aşkar olunub, vaxtında müdaxilə olunmalıdır. Tutmaları vaxtında qarşısını alaraqsa, siz söylədiyiniz zədələrlə rastlaşmaq ehtimalımız azdır. Təxminən 70-80% epilepsiya dərman müalicəsi ilə düzələ bilir. Doktor, uşaqlarda əgər qıcılma baş verirsə, xəstəxanadadırsa, yaxud təcili yardım gəlirsə, mən dərman adı çəkmək istəmirəm. Bir iynə var, o iynəni vururlar ki, uşaq tez özünə gəlir, tez belə əzələləri boşalır. Yaxud da ki, apteklərdə xüsusi şamlar satırlar, çünki mən oğlumda da istifadə edirəm. Həmən şam qoyanda da bir neçə saniyə uşaq həmən özünə gəlir. Bunlar necə təsir göstərirlər ki, beyinə, doktor, həmən belə epilepsiya o əlaməti tez keçir? Baxın, biz əlbəttə tövsiyə edirik ki, düzgün şəkildə diaqnoz qoyulsun və uşağın planlı bir müalicəsi getsin ki, onun hər hansı bir təcili yardıma ehtiyacı qalmasın. O söylədiyimiz, deyək ki, iynələrdir, müxtəlif şamlar, vasitələr, onlar təcili yardım kimi kömək göstərmək məqsədilə istifadə olunan dərmanlardır. Amma müalicə deyil, elə doktor? Yəni, təcili yardım müalicəsidir, yəni planlı müalicə sayılmır. Epilepsiyanın özünün bir planlı müalicəsi var və müalicə sözünü demişkən, böyüklərdə hansı dərmanlar epilepsiya üçün istifadə olunursa, uşaqlarda da həmən dərmanlardır və bu dərmanlar bəzilərinin, deyək ki, kiçik yaşlı uşaqlar üçün rahat istifadə olunsun deyə sirop formaları da vardır. Amma tabletləri də istifadə olunur əlbəttə uşaqlara. Dediyim kimi, həm böyük, həm uşaqların epilepsiya dərmanları təxminən eyni dərmanlardır və burada əsas məsələ bu dərmanı uşağın
yaşına, çəkisinə uyğun hesablanıb düzgün qaydada verilməsidir. İlkin olaraq qıcolmanın növündən asılı olaraq bir dərman mümkün qədər çalışılır verməyə, monoterapiya deyirik. Və bu dərman müəyyən bir optimal dozaya qədər gətirilir, optimal dozada verilir. Hansı dozada artıq qıcolma baş vermirsə, orada saxlayırlar? Təqribən optimal bir doza var ki, deyək ki, bu uşağın yaşına və kilosuna görə bu dozada verilməlidir. Biz optimal dozada verilməyi tövsiyə edirik. Tutmalar davam edirsə, o dozu maksimuma çatdırılır və onunla da keçməzsə, digər bir dərmanla da dəstək olunur, kömək olunur. Dərman seçimində çox vacib nüanslardan biri, ilkin olaraq yanaşı təsirləri ən az olan dərman seçilməsi tövsiyə olunur. Çünki bu dərman ki, epilepsiya üçün biz uşağa verəcəyik, uzun müddət verəcəyik. Yəni, bir həftə, 2 həftə və yaxud bir neçə ay deyil, illərlə veriləcək bir dərmandır. Ona görə mümkün qədər ən az yanaşı təsir olan dərman seçilməsi tövsiyədir. Əlbəttə, o dərmanlar kömək etməyən halda daha ciddi dərmanlar da seçilə bilər və bu dərman mütləq həkim nəzarətindən verilməlidir. Mütəmadi müayinələrdə monitorinq aparılmalıdır. O dərmanın bədənə hər hansı bir mənfi təsiri varmı, yoxmu, onlar araşdırılmalıdır. Və dərman dozası burada çox önəmlidir. Valideynlərin çox etdiyi xətalardan birisi də, deyək ki, bir uşağa biz epilepsiya dərmanı veririk. Deyək, valideyn görür ki, uşağında 1 ildir, il yarımdır, heç bir tutma yoxdur. Öz başına kəsir. Bir arxayınlıq olur, dərmanı ya azaldır, yaxud ya dozunu azaldır, yaxud öz başına kəsir. Və əlbəttə, bunun fəsadlarını biz sonralar görürük, tutmalar artır. Yəni, bu qətiyyən yol verilməzdir. Bəs necə kəsirlər? Az-az, tədricən, doktor? Bəli, əlbəttə, dərman tutmaların itməsi ilə və EEG elektroensefaloqrafiya müayinəmizdəki müsbət dinamika ilə zaman-zaman dozası azaldılaraq və tam yaxşılaşmanı, tam tutmasız devir olduğu müddətdə dərmanı həkim qərar verir, kəsilir. Doktor, dərmanı... Bu da hər uşaqda fərqli ola bilər. Deyək ki, elə uşaq olar ki, onun epilepsiya müalicəsi 3 ilə bitər, eləsi olar 6 ilə bitər, 7 ilə bitər, hər kəsdə fərqlidir. Və hətta bəzi növlər var ki, epilepsiyanın, yəni təəssüf ki, ömür boyu dərman içməli olan növləri də vardır. Doktor, qeyd etdiniz ki, febril qıcolmalar ciddi bir fəsad verməyən qıcolmalardır. Yəni, tamaşaçılar üçün aydın olsun deyim, temperatura qızdırmaya bağlı olan qıcolmalardan danışırıq biz. Amma elə uşaq var ki, onda həm febril qıcolma var, həm də adi vaxtda da qıcolma baş verir. Febril qıcolmalarda dediyimiz kimi, əksər halda bunlar bir defisitsizdir və sadəcə temperatur anında olan qıcolmadır. Bunlar əksər halda fəsadsızdır və təqribən 5-6 yaşlarından sonra itib gedirlər. Bu uşaqların müayinələri normal göstərir, deyək ki, elektronensefaloqrafiya müayinəsi və digər təhlillərində bir problem olmur. Yox, əgər bir uşaqda temperatur olmayan şəraitdə də qıcolma rast gəlinirsə və elektronensefaloqrafiyasında da bu təsdiqlənirsə, əlbəttə bu epilepsiyadır və febril qıcolmadan fərqli olaraq bunu müalicəsinə daha ciddi yanaşmaq lazımdır. Amma elə uşaqlar onda həm epilepsiya var, doktor, həm də febril qıcolma olur. Ola bilər, bəli. Belə olan halda uşaqları da temperaturdan qorumağa çalışırlar? Bəli. Yəni, temperatur ərəfəsində valideynləri diqqətli olmağa çağırırıq. Yəni, temperatur əleyhinə dərmanları öncədən söyləyirik ki, onlar istifadə olunsun və yaxud qıcolma müddəti, xəstəlik müddəti artırsa, qıcolmanın sayı və yaxud belə deyək, davamiyyəti, dəqiqələri artarsa, xəstəxanaya tez müraciət etmələrini tövsiyə edirik. Doktor, deyək ki, bir uşaqda 1 yaşına qədər epilepsiyası var idi, müalicə aldı, artıq indi 8 yaşı var, heç bir epilepsiyası olmur. Temperaturun qalxmağına bağlı olaraq yenidən qıcolma baş verə bilərmi və dərman müalicəsi də artıq almırsa? Xeyr, əksər halda söylədiyim kimi, temperatura bağlı qıcolmalar əksər halda 5-6 yaşından sonra görsənir. Deyirlər, tətikləyə bilər bəzən həkimlər və o müddətdə də mütləq o epilepsiya dərmanını verin. Yox, belə bir şey yox. Yəni, 5-6 yaşından sonra febril qıcolmalar çox rast gəlinməz. İstisnalar ola bilər, amma yəni çox rast gəlinməz. Və bir də bəzən belə bir yanlışlıqlar olur, onu da nəzərə çatdırım ki, profilaktik məqsədlə epilepsiya dərmanları verilmək, öncədən epilepsiya dərmanı verilmək ki, tutma olmasın deyə. Bəli.
Bu tam yanlış bir fikirdir. Yəni epilepsiya meyillilik deyilən bir anlayış yoxdur, belə bir diaqnoz yoxdur və yaxud epilepsiya dərmanını öncədən Yaxud əgər iki uşaqdırsa, birində varsa valideyn qorxub ikincisini o cür qorumağa çalışır. Qətiyyən eləmək olmaz və yaxud bəzən heç iki uşaq yox, deyək ki, bir uşağın hansısa bir səbəblə gedib EEG çəkdirib, buna söyləyiblər ki, sənin uşağında epilepsiya meyillilik var, onun üçün dərman istifadə edir. Qəti yol verilməzdir. Epilepsiya əlbəttə ya var, ya da yoxdur. Yəni varsa dərman veriləcək və özü də deyək ki, bir tutmaya görə də dərman verilməsi doğru sayılmır. 2-dən artıq tutma olarsa və elektroensefalografiyasında da müvafiq dəyişikliklər olarsa, o zaman epilepsiya müalicəsi başlanılır. Doktor, bəzi uşaqlarda epilepsiyaya uyğun qıcolmalar baş verir, amma EEG-si normal çıxır. Belə hallar mövcuddur əlbəttə. Burada əlbəttə uşağın durumu çox önəmlidir. Bir uşaq EEG müayinəsindən keçir, normal görsənir, amma valideyn bizə göstərdiyi videolarda biz görürüksə ki, uşaq qıcolma keçirir, ona mütləq qıcolma əleyhinə müalicə başlanılacaq. Və yaxud onun əksinə bir valideyn gedib deyək ki, bir EEG çəkdiribdir. EEG-də problem görsən, amma uşağın problemi yoxdur. O halda da dərman verilməz. Yəni uşağın durumu önəmlidir. Uşaq qıcolma keçirirsə dərman veriləcəkdir, yoxdursa dərman verilməyəcək. İstisna hal da var, deyək ki, uşaqlarda nadir görsənən belə bir Landau-Kleffner epilepsiyası var ki, o uşaqların EEG-sində problem olur, amma uşaqlar qıcolma keçirmirlər. Onlarda əksər halda nitq pozuntusu olur. Yəni danışan bir uşaq nitqində geriləmə olur, nitqində problemlər yaranır və onların EEG müayinəsində də epilepsiyaya bağlı dəyişikliklər olur. Onlara epilepsiya müalicəsi verilə bilər. Amma digər hallarda EEG müayinəsindən keçib orada bir problem görsənir, amma uşağın özündə problem yoxdursa, bu zaman dərman müalicəsi gərəkməz. Doktor, dərmandan söz düşmüşkən, dərmanın doğru, düzgün istifadə qaydası ilə bağlı xüsusən istərdim deyib altından da bir xət çəkərsiniz, yanına da bir nida qoyarsınız. Bu həkim deyir ki, dərmanı hər gün eyni saatda ver. Bəzi valideynlər səhlənkarlıq edirlər və dəfələrlə bunun şahidi də olmuşam. Məsəl üçün, əgər 9-da verirsə, həkim tapşırır ki, hər gün səhər 9-da ver. Məsələn, ananın başı qarışır, işi olur, körpə də uşaqda 9-da vermir, 12-də verir, yadına düşəndə verir. Bəzən deyir, ta səhər vaxtından keçdi, ta səhəri verməyim, bir də axşamı verərəm. Nəyə görə təyin olunan dərmanlar hər gün eyni vaxtda qəbul edilməlidir? Bu, əlbəttə, dərmanın farmakoloji təsirə bağlı məsələdir. Deyək ki, elə dərmanlar var, biz onları 8 saatdan bir, ya 12 saatdan bir, elə dərmanlar var ki, gündə bir dəfə 24 saatdan bir verilməsi tövsiyədir ki, o qandakı konsentrasiyasına bağlı olan məsələdir. Ona görə eyni saatlarda verilməsi çox vacib və doğru addımdır və epilepsiya dərmanının unudulması qəti yol verilən hal deyil, qətiyyən. Ya dozanın azaldılması bayaq söylədiyimiz kimi və yaxud hansısa bir dozanın unudulması, verilməməsi, sonra verilməsi qətiyyən yol verilən deyil. Mən bəzən valideynlərə onun ciddiyyətini anlatmaq üçün söyləyirəm ki, uşağına bir gün yemək verməsən bir problem olmaz. Amma bir gün yeməyini unuda bilərsən, bir öynə yeməyini unuda bilərsən, amma bir doza epilepsiya əleyhinə dərmanını unuda bilməzsən, ciddi problemlərlə üzləşə bilərsən. Ona görə yəni epilepsiya əleyhinə dərmanlara ciddi yanaşmaları, həkim yazılan dozada verilmələri tövsiyədir. Qorxurlar dərmandan ki, qaraciyərə ziyandır, böyrəyə ziyandır, ya dozanı azaldılar, bir dəfə verəndə bir dəfə aşağı doza ilə verirlər və yaxud bəzən kəsirlər. Əlbəttə, bunu bir həkim təyin edibsə, mütəmadi müayinələrdə həkim onu dərmanın monitorinqini aparır, ortaya çıxa biləcək fəsadlarına qarşı bir işlər görür. Və onu da qeyd edim ki, bəzi valideynlər var ki, o dərmanı vaxtında verməzlər. Dediyim kimi unudarlar, yaxud əgər üstündən 1 saat keçibsə, hesab elə ki, vaxtında olmadısa, bir də axşamı verərəm. Amma əgər uşağımızın fayda görməyini istəyiriksə, həkimin təyin etdiyi dərmanları əziz valideynlər saatında, dəqiqəsində vermək lazımdır. Bir saat unutmuş olsa belə yenidən versinlər. Deyilmi, doktor? Deyək ki, səhər saat 10-a yazmışıq.
saat 11-dir, unudub ki, dərmanı verməmişəm, versin, 11-də versin. Bəzən vermirlər ki, vaxtı keçibdir, daha verməyək. Nəyə görə bunu çox rahatlıqla deyə bilirəm? İllər əvvəl mənim oğlumla uşaq nevroloji xəstəxanasında məhz epilepsiyaya görə biz yatmışdıq oğlumla və orada həkim dərmanlar təyin edirdi. Doktor, bəzi xəstə uşaqlara xeyri olmurdu, faydası olmurdu. Hətta həkim özü gəlib deyirdi ki, axı biz belə bir doza təyin etmişik, normalda bu uşağın artıq qıc olması baş verə bilməz. Mən onda deyirdim ki, vaxtında vermir. Ana unudur, başı qarışır, vermir. Həkim də məhtəl qalır ki, mən axı dərmanı təyin etdim. O uşaqlara o qədər ürəyim ağrıyırdı ki, ona görə əziz valideynlər, həkim dərmanı təyin edibdirsə, göz bəbəyiniz kimi o dərmanı vaxtında uşağımıza verməliyik. Və bir hadisəni də qeyd etmək istəyirəm. Balaca bir qız gəlmişdi bölgələrdən. Təsəvvür edin ki, ən yüksək dozada belə həkim dərman təyin edir. Doktor, bu uşağın balaca bir qızı idi, onun sudurqası kəsmirdi. Bir dəfə mən maraqlandım ki, necə ola bilər də kəsmir? Ana neynir? Dəmir qaşığı götürür, o tableti atır içinə, çaynikdə qaynamış qaynar suyu tökür, əzir, bişirir bir növdə, yəni qaynamış. Onu tam maye şəklinə salır, deyir uşaq belə rahat içir və uşağa belə verir. Mən o anıya dedim ki, bax, dərmanın üstünə yazıbdır ki, misal üçün 23 dərəcədən yuxarı temperaturda saxlamaq olmaz. 100 dərəcə qaynamış bir qaynar suda sən o dərmanı rəsmən bişirirsən. Və mən bunu həkimə dedim ki, doktor, ona görə bu xanımın uşağında keçmir. İnanın ki, o qadın yenə eyni qaydada uşaq deyir də, heç olmaz dərmanında nə fərqi var ki, belə daha rahat içir də, nəinki tablet. Ona görə də belə halları görəndə o qədər üzülürəm ki, və həmişə düşünürəm ki, daha bilgili, daha məsuliyyətli valideyn uşağın bir şansıdır. Çox asılıdır o uşaqlara bizim necə qulluq etməyimiz, təyin olunan dərmanları verməyimiz. Qeyd etdiyiniz kimi, həkim dərman yazır, onu da görmüşəm. Deyir, yox, böyük dərmandır, bu uşağın həkim fikirləşmir, həkimin nə vecinə, uşaq mənim uşağımdır, bəs mədə bağırsağı, bəs epilepsiyanın beyində yaratdığı o geri dönməz fəsadlar necə olacaqdır, doktor? Doktor, hansı ağır fəsadlar ola bilər, mümkündür? Nə baş verə bilər bir uşaqda? Baxın, kontrol olunmayan qıc olmalar, yəni müalicə almayan qıc olmalar ciddi kognitiv problemlər yarada bilir. Uşaqda öyrənmə çətinlikləri, davranış pozuntuları, danışma problemləri, əqli gerilik yarada bilər mi? Əqli gerilik, bu kimi çətinliklər, problemlər yarada bilər. Bəli. Onlar olmasın deyə vaxtında düzgün müalicəsinin alması lazımdır. Epilepsiya ilə müalicəsinin alması lazımdır. Yəni, əksər halda ağırlaşmalar tutmaları düzgün kontrol etməyəndə olur, düzgün dərman müalicəsi verməyəndə olur. Amma tutmaları kontrol ediriksə, o cür ağırlaşmalardan sığortalanmış olur bu əksər hallarda. Doktor, bəzən bizə belə suallar verirlər ki, uşağımda epilepsiya var, tamam sağalırmı? Tamam sağalır demək olar epilepsiya, doktor. Bayaq söylədim, epilepsiya müalicəsinin davamiyyəti hər kəsdə fərqli ola bilər. Hətta eyni növlü epilepsiyalar belə hər kəsdə fərqli ola bilər. 3 ilə yaxşı olan var, 5 ilə, 7 ilə daha uzun müddət dərman içən pasiyentlər olur. Böyük əksəriyyəti, bayaq da söylədim, təqribən 80%-ə qədər epilepsiyalar dərman müalicəsi ilə kontrol olunur, sağalır. Burada düzgün dərman seçiminin, düzgün dozada dərmanın verilməsi, mütəmadi müayinələrin çox əhəmiyyəti var. Əlbəttə, rezistent epilepsiyalar da var, dərmana çətin tabi olan epilepsiya növləri də var ki, burada fərqli müalicə üsullarından da istifadə olunur, vagus sinirin stimulyasiyasından və yaxud epilepsiya cərrahiyyəsindən istifadə olunur. Amma əksər halda 70-80% hallarda epilepsiya dərman müalicəsi ilə tam sağalır. Doktor, bəs təkrarlana bilərmi epilepsiya yenidən, illər sonra, 10 il sonra, 5 il sonra təkrarlanarsa, hansı faktorların təsirindən təkrarlana bilər? Bəli, ehtimal var ki, yenidən təkrarlansın. Ümumiyyətcə, epilepsiyanı oyadan bir çox faktorlar vardır. Deyək ki, biz valideynlərə həmişə tövsiyə edirik ki, uşağı ekrandan mümkün qədər uzaq tutmalısınız. Ekranlar qıc olmanı artıra bilir, stres qıc olmanı artıra bilir, ac qalmaq, susuz qalmaq, yuxusuz qalmaq qıc olma risklərini qaldıra bilir. Və yaxud deyək ki, bir epilepsiya keçirmiş şəxs illər sonra deyək ki, yıxılıb, başı bir yerə dəyə bilər, travma ala bilər. Heç o epilepsiya olmayıb, yəni digər bir qıc olmalar, o səbəb olmayıb, digər bir səbəbdən, yəni travma səbəbindən yenidən qıc olmalara oyana bilir. Bəzən deyirlər ki, məsələn, febril qıc olmadan bayaq söylədik,
bəzi febril qıc olmalar sonralar deyək ki, epilepsiya yaratmaq ehtimalı var. Amma biz onu uşaqda febril qıc olma əleyhinə, febril qıc olma zamanı deyək ki, epilepsiya müalicəsi aparıb gələcəkdə epilepsiya olmaması üçün bir şeylər eləyə bilmərik. Yəni, çünki febril qıc olmada bir epilepsiya müalicəsinə ehtiyac olmur əksər hallarda. Və onun üçün də öncədən nəsə iş görmək lazımdır ki, bu gələcəkdə epilepsiya olmasın deyə. Epilepsiya gələcəkdə yaranacaqsa ona qarşı müalicə aparacaqsan, yaranmayacaqsa öncədən bir şey etməyəcəksən. Doktor, son sualla da söhbətimizi yekunlaşdırmaq istəyirəm. Övladı epilepsiyadan əziyyət çəkən valideynlərə nə demək istəyərdiniz? Nələrə diqqət etsinlər? Bir, bayaq söylədiyim kimi, dərmanına düzgün riayət etsinlər. Bu çox vacibdir. Dərmanın dozasını öz başına azaltmaq, dərman verilməsini öz başına kəsmək qəti yol verilən hal deyil. Epilepsiya uşaqların digər uşaqlardan bir fərqi yoxdur əksər hallarda. Dərmanını içirsə, məktəbinə, bağçasına, həyat fəaliyyətinə çox rahatlıqla davam edə bilir. Və yuxusuna diqqət edəcəklər, normal gecə yuxusu yatmalıdır, bol maye içməlidir, normal qidalanması olmalıdır, stressdən uzaq olmalıdır, ekrandan az istifadə etməlidir. Bunlara diqqət etməlidir və müəyyən deyək ki, təhlükəli yerlərə deyək ki, tək buraxmayacaqlar, deyək ki, qıc olmaz olarsa, nələrləsə toqquşmaq ehtimalları olmasın, nələrləsə qarşılaşmaq ehtimalı olmasın, deyək ki, üzgüçülük kimi bir idmana tək qoymayacaqlar, harasa bir dənizə üzməyə tək buraxmayacaqlar, yanında olacaqlar, bunlara diqqət edəcəklər. Deyək ki, bir uşaqdır, dərman içir, tutması yoxdur, amma yenə də ona arxeyin olmamalıdırlar. Mütləq dənizə gedərkən yanında kimsə olması lazımdır. Amma digər hallarda əlbəttə dərmanını içirsə, bu uşağı heç nədən təcrid etmək olmaz. Bütün məşğuliyyətlərinə davam edə bilər, dərsinə davam edə bilər. Ən çox o sual verirlər, idmanla məşğul ola bilərmi? Birdən başına bir zərbə alarsa? Əlbəttə, idmanla da məşğul ola bilər, gözlənmə şərti ilə. Müəyyən idmanlar var ki, orada hündürlüyə çıxmaq olur və yaxud üzgüçülük kimi bir şeylər olur. O təhlükələri nəzərə alaraq tək buraxmamaq şərti ilə, hətta üzmək belə olar, amma yəni kontrollu bir şəkildə. Yanında kimsə olsun, nəzarət eləsin. Amma digər idmanlarda heç problem yoxdur. Gəldiyinizə görə təşəkkür edirəm, doktor, çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız uşaq nevroloqu Elşən Qarayev idi. Sabah isə həftənin son buraxılışı ilə sizin qarşınızda olacağıq. Sağ olun, sağlıqla qalın.